Cavit, uzun müddətdir bu işlə məşğulsan. Biz səni belə tanımışıq. Hansı avadanlıqlardan istifadə edirsən ki, gəlib bu yerə çatasan? Bax, tam səmimi sənə deyim. Bax, mən birinci bu iPhone 7 ilə başlamışam. Bax, bu iPhone 7, qara rəngdə olan iPhone 7 ilə. Köhnə model. Biraz gecikmişdim təzə iPhone-ları yeniləməyə. Kasıb vaxtlarım idi, yəni. Qəşəng video kontent çəkmək üçün tam səmimi olaraq sənə deyim ki, bu qayda avadanlıq filan zad lazım deyil. Ən birinci lazım olan düzgün işıqlandırmadır. Mikrofon filan bax belə qəşəng görsənsin. Bir yer seç. Məsəl üçün əvvəlcə yemək resept videoları paylaşırdım. Bilmirəm görmüsən yoxsa yox. Baxmışam. KFC reseptləri və s. Onlar hamısı bir ağ küncdə, yəni mətbəx hələ təmir etdirməmişdim deyə. Yəni ki, o dərəcədə o qədər şeylərə dərinliyinə fikir vermə. Video çəkirik Sony kamerası ilə, bax bunlar və s. hamısını ona görə artırdım ki, yəni bu mənim işimdir deyə biraz daha professional göstərmək üçün artırdım. Amma başlanğıc üçün tam səmimi deyim ki, sənə ehtiyac yoxdur da. Yəni ki, bax birinci bundan başladım. İndi iPhone 17 Pro Max-dır. Montajı kompüterdə eləyirsən yoxsa telefonda? Bax montajı tez nəsə olmaq üçün CapCut eləyirəm. CapCut-ın ödənişli versiyasını almışam. Dostlar, CapCut video montajı başlamaq üçün ən ideal bir şeydir. Yəni ki, düşünməyin ki, birdən-birə Adobe proqramlarında başlamalısan da. Birinci CapCut-da başlamaq əladır. Sonra MacBook Air-imdə eləyirdim bunu. Sonra Windows, Asus aldım Windows-da. Sonra indi təzəlikcə bunu almışam MacBook ya da MacBook bəzən Çox idealdır. Hə, bu çox əladır. Yəni ki, bu mənim zəhmətimin bəhrəsidir. Mənim diqqətimi bu çəkdi uşaqlar. Bunu soruşaq. Bu nədir? Bu Ray-Ban Meta eynəkləridir. Tam səmimi deyim də, bəzən insan nəsə pul verir, alır, fikirləşir ki, ən lazımlı budur. Tam səmimi deyim ki, pul verdiklərimin içərisində ən lazımsızı budur. Çünki sadəcə texnologiyadan geri qalmamaq üçün aldım bunu. Bu Meta şirkətinin belə deyim də kameralı eynəyidir. Hətta belə ki, POV-la çəkirsən, bax belə. Bir dənə səni çəkim, bax. Çəkirdim, məsəl üçün səni belə qucaqlasam, hər iki əlindən kamera tutmaq məcburiyyətində deyiləm. Amma inan ki, bunu o qədər çox istifadə eləmirəm, yəni. Bunu Almaniyadan almışdım. Kimsə fikirləşirsə ki, video çəkmək üçün, internetdən, sosial mediadan pul qazanmaq üçün gedim bahalı bir dənə kamera alım. İnanın ki, birinci bir dənə köhnə model iPhone-la başlasanız kifayətdir. Android də ola bilər, amma yaxşı çəkən, normal çəkən, bir də işıqlandırmaya fikir verin. Bu dərəcə yəni ki, bəsdir. Getdim özüm aldım, professional kamera, 2500 manata lens aldım. Onu mən oradan sosial mediadan qazanıb aldım, başa düşürsünüz. Kənardan mən ona yatırım eləmədim. Məsələn, mən marketoloq olaraq bəzi şirkətlərlə işləyirəm, kompüter işin sırf da, yəni ki, sağlam olsun. Mən video avadanlıqlarıma qoyduğum yatırımı videodan qazandıqlarımla qoyuram. Ona görə sən sıfırdan başlayırsansa fikirləşmə ki, kənardan nəsə yox. Elə birinci sıfırdan başla, nə qazanırsansa üstünə qoy, ondan al, bax belə.